Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə biz birlikdə böyük Monqol dövləti barədə danışacağıq. Başlayaq. Bildiyimiz kimi feodalizm dövrünə daxil olduğumuz müddətdə bir neçə xalq var idi ki, ibtidai quruluşundan birbaşa feodalizm mərhələsinə keçid etmişdilər. Onlar quldarlıq mərhələsini yaşamamışdılar. Bunlardan biri də məhz Monqollar idi. Monqollar bu dövr üçün əsas məşğuliyyətləri köçəri maldarlığı idi və ümumiyyətlə 12-ci yüzilliyin əvvəllərinə gəldiyimizdə artıq onlarda qəbilədən köçəri maldarlığın əsas olduğu yeni bir dövr, yeni bir cəmiyyətə, köçmə feodalizm cəmiyyətinə keçid baş tutur. Beləliklə, bu dövrdə Monqol tayfalar arasında ardıcıl şəkildə müharibələr olur. Bu müharibələrin səbəbləri yeni otlaq sahələri ələ keçirmək, bir-birlərinin ərazilərini tutmaq, qula çevirmək və bu kimi əsas səbəbləri idi. Temuçin kimdir? Temuçin Kiat tayfasından olan Yesuqayın oğlu olmuşdur. Belə ki, onun atası olan Yesuqay Kiat qəbiləsinin başçısı idi. Lakin o öz rəqibləri tərəfindən bir gün sui-qəsd nəticəsində yeməyinə zəhər qatılaraq öldürülür. Öldürüləndən sonra Kiat qəbiləsinin üzvləri Temuçin və onun ailəsindən üz döndərirlər və bundan sonra artıq Temuçin çox, belə deyək, çətin bir dövrlər, günlər yaşayır. Belə ki, o özünə həyatda qalmasından ötürü həm mübarizə aparır, ailəsini yemək tapmaqdan ötürü mübarizə aparır. Və bir müddət sonra o xəbər alır ki, bəs onun Kiat qəbiləsinin rəhbəri Yesuqay öləndən sonra Tarqutay adlı bir nəfər onun qəbiləsinə başçılıq eləməyə başlayır. Və Tarqutay Çingizin, yəni bu dövrdə hələ danışaq Temuçinin həyatda olması barədə məlumat eşidir və onu tutub qollarını qandalatdırır və onu ölümə məhkum edir. Lakin Sulduz qəbiləsindən olan, belə deyək, kahinlər Temuçinin hələ az yaşlı olduğunu və onun öldürülə bilməyəcəyini Tarqutaya sübuta yetirirlər və Tarqutay onun böyüməyini gözləyir. Lakin Temuçin öz həyat yolunu qura bilir, Tarqutayın əlindən qurtulur və daha sonra bir nəfər olan ən yaxın dostu Camuqa ilə birləşərək yeni bir dövlətin təməllərini atmaqda mübarizəyə başlayır. Belə ki, ilk öncə Temuçinlə Camuqa birlikdə Merkit tayfalarının, Nayman tayfalarını, Kerayt adlanan Monqol tayfalarını öz hakimiyyətləri altında birləşdirirlər və saylarını çoxaldırırlar. Və daha sonra Tarqutayı məğlub edərək Kiat tayfasındakı olan rəhbərliyini də geri qazanır Temuçin. Bundan sonra Camuqa ilə Temuçin arasında bir mübarizə olur. Əvvəllər bunlar qan qardaşı olmaq barədə bir-birlərinə söz vermişdilər, lakin iki qoçun başı bir qazanda qaynamaz. Boş yerə deməyiblər və Camuqa ilə Temuçin arasında müharibə baş verir və müharibə nəticəsində Temuçin qalib gəlir və Camuqa öldürülür. 1206-cı ildə Onan çayı sahilində bir qurultay çağırılır. Qurultayında bir şamanımız var, Tep-Tengri. O bildirir, əbədi və əzəli olan göy Temuçini dünya kağanı olaraq seçmişdir. Beləliklə, Kut anlayışı yenə ortaya çıxır. Tanrı tərəfindən hakimiyyətin Temuçinə verildiyi barədə məlumat verirlər və beləliklə bütün Monqol tayfa başçıları, qəbilələri Temuçinin başçılığı altında 1206-da Böyük Monqol dövlətinin daxilində birləşirlər. Onan qurultayında həmçinin Temuçinə yeni bir ad, Çingiz xan adı verilir. Beləliklə, Çingiz xan artıq ləqəbini aldı. Çingiz xan əsl adı deyil, əsl adı Temuçin idi. Çingiz xan isə sadəcə onun ləqəbi olmuşdur və böyük xan elan olundu. Temuçin artıq Monqolların böyük xanıdır. Dövlətin paytaxtı Qaraqorum şəhəridir və 1206-cı ildə Böyük Monqol dövləti artıq qurulubdur. Böyük Monqol dövlətini qurandan sonra Monqol xanı olan Çingiz xan ilk öncə dövlətin təməllərini sağlamlaşdırmaqdan ötəri bir sıra islahatlar həyata keçirir. Bu islahatların əsasını tabe olan Monqol tayfalarında hakimiyyətini gücləndirməkdən ötəri, belə deyək ki, qətliamlar törətmək olur. Çingiz xan özünə tabe olan xalqları özünə tabeçilikdə saxlamaqdan ötəri, onlar arasında qırğından, kütləvi qırğınlardan, soyqırımlardan istifadə etməkdən heç bir zaman çəkinməmişdir. Bundan başqa o, ordusunu onluqlara, yüzlüklərə, minliklərə və tümənlərə bölmüşdü. Bu anlayış bizə Böyük Hun dövlətindən də tanış gəlir, düzdürmü? Meteğaqanın hakimiyyət dövründə də ordu islahatı nəticəsində belə bir nizam yaradılmışdı. Onluq, yüzlük, minlik və tümən və
Çingiz xan da eyni ilə Hun ənənələrini davam elətdirir. Ordusunu onluq, yüzlük, minlik, tümənliklərə bölür və ordu başçıları Monqollarda iki, belə deyək ki, əvvəllər ləqəb daşıyırdı. Noyon və Bahadırlar. Yadımızdadır, Monqolların Azərbaycana ikinci yürüşünə Cormoğon Noyon rəhbərlik edir. Noyon və Bahadır Monqol dövlətində hərbi başçılara verilən rütbədir. Artıq Çingiz xan belə bir qərar da çıxartmışdı ki, tutalım 10 nəfərə rəhbərlik edənə 10 başı rütbəsi verilsin. 100 nəfərə rəhbərlik edən Noyona 100 başı rütbəsi verilsin. Minliyə, minbaşı, tümənə isə rəhbərlik edən tümənbaşı adlanacaqdı. Və bundan başqa Böyük xan mübarizələrdə qalibiyyətlə geri qayıdan Noyonlarına özü xan titulu verəcəyini bildirirdi. Davam edək. Beləliklə, Çingiz xanın hakimiyyətdə olduğu dövrdə hərbi islahat uğurla həyata keçirilir. Həmçinin Məlikşahla Çingiz xan hakimiyyət dövründə eyni bir islahat, ordu islahatı var və eyni bir hadisə baş verir hər ikisində də. Söhbət tayfa müxtəlifliyi prinsipinə əsaslanan yeni bir ordunun qurulmasından gedir. Əvvəllər tayfa prinsipinə əsaslanan qoşunları idarə etmək çox çətin idi. Lakin tayfa müxtəlifliyi prinsipinə əsaslanan orduları idarə etmək daha asan olduğundan döyüşlərdə onlar daha uğurlu nəticələr qazandırırdılar. Bundan başqa Çingiz xan öz dövlətinin qanunlarını da yazır. Belə ki, Çingiz xanın yazdığı qanunlar məşhur Böyük Yasadan gəlin indi bəhs edək. Böyük Yasaya hər bir kəs əlini qoyub and içməli və onun maddələrinə, müddəalarına riayət eləməli idilər. Böyük Yasanın maddələrinə riayət etməyənlər ölümlə cəzalandırılırdılar. Böyük Yasanın ən əsas bəndində vurğulanır. Dünyada olan bütün torpaqlar, mülkiyyətlər hər biri Çingiz xan və onun nəslinə aid olan xanlara aiddir. Və buna uyğun olaraq da Çingiz xan ölməmişdən qabaq öz dövlətini oğlanları arasında inzibati cəhətdən uluslara bölmüşdü. Baxaq, Çingiz xanın danışaq işğalçı müharibələrindən. Çingiz xan hakimiyyətdə olduğu dövrdə ilk dəfə Monqolları tabe elədi özünə ilk öncə. Daha sonra isə 1207-ci illərdə başlayaraq 1205-7-ci illər aralığında artıq Sibiri və həmçinin Şərqi Türkistan ərazilərini, yəni bugünkü Uyğurların yaşadığı bölgəni özünə tabe edir. Sibir və Şərqi Türkistanın özünə tabe olunması ilə birlikdə Monqolların ordularının sayı artır. Buna diqqət edək. Monqolların ordusunun sayı hansı hadisə ilə artır? Sibir və Şərqi Türkistanın tabe olunması ilə. Daha sonra işğallarını davam elətdirən Çingiz xan 1211-15-ci illər arasında Çinin şimal ərazilərini tutur, Pekini ələ keçirir və adı ilə o Mərkəzi Asiya, qərbə doğru yürüşə başlayır 1219-21-ci illər. Bu dövrdə Monqollarla qarşılaşa biləcək yeganə qüdrətli dövlət Xarəzmşahlar adlanan bu türk dövləti idi ki, Böyük Səlcuq dövlətinin dağılması zamanı yaranmışdı. Bütün Mərkəzi Asiyada ən güclü türk müsəlman qüvvəsi idi. Lakin bu dövrdə Xarəzmşahlarda taxta olan Məhəmməd Xarəzmşah çox böyük bir yanlış səhvə yol verir. Səbəb, Monqolistan ordusu, Çingiz xanın orduları onun ölkəsinə daxil olan zaman Xarəzmşah 100 minlik ordusu ilə birbaşa Çingiz xanla qabaq-qabağa döyüşə çıxma həvəsinə öz ordusunu şəhərlər arasında bölüşdürərək müdafiəyə çəkilir. Şəhərlərdə sadəcə olaraq qala qapılarını gücləndirir, qalaları möhkəmləndirərək qarnizonları qüvvətləndirməklə yetinir. Və bu Xarəzmşah Məhəmmədin ən böyük səhvi olur. Və bu səhvdən istifadə edən Çingiz xan nə edir? O, əslində Xarəzmşah Məhəmməd öz fikrincə düzgün bir əməl eləmişdi. Düşünürdü ki, Monqollar köçəri maldar tayfalardır. Onlar qala mühasirə etmək nədir bilməzlər. Lakin onun unutduğu bir şey var idi. Çingiz xan Çini ələ keçirən zaman Çinli mühəndislərin ideyalarını da ələ keçirmişdi. Belə ki, artıq Monqolların qoşunda lağım atan qurumlar, mancanaqlar, böyük qayaları, qala qapılarına fırladan, qala qüllələrini, bürclərini dağıda biləcək texniki təchizatlar var idi. Və Çingiz xan öz ordusunu, 100 minlik ordusunu 3 qismə bölərək Xarəzmşahların üzərinə 3 tərəfdən hücum edir və onların bütün qalalarını ələ keçirir. 1221-ci ilə çatdıqda bütün Xarəzmşahlar dövləti artıq xarabazarlığa çevrilmişdi və Çingiz xan Mərkəzi Asiyanın işğalını başa çatdırmışdı. Xarəzmşah Məhəmməd mənbələrdə verilən məlumata görə Xəzər dənizinin cənubunda bir adaya qaçmış və bu adada xəstəlik taparaq ölmüşdü. Azərbaycan tarixindən bildiyimiz kimi, Xarəzmşahların sonuncu şəhzadəsi olan Xarəzmşah Cəlaləddin hələ ki həyatdaydı və o qərbə, Azərbaycana doğru öz ordusu ilə birlikdə qaçmışdı. Çingiz xan öz sərkərdələri olan Cəbə və Subutaya əmr verir ki, Xarəzmşah Cəlaləddini təqib edib onu öldürün. Və bu
missiyanı özlərinə alan Cəbə və Subutay Cənubi Qafqaz və İrana doğru 1220-22-ci illər arasında kəşfiyyat yürüşünə gəlirlər. Məqsəd Xarəzmşah Cəlaləddini tapmaq idi, lakin onu tapa bilmirlər. Cənubi Qafqazda bir sıra şəhərləri yağmalayıb, talan edib, dağıtdıqdan sonra Dərbənd keçidi vasitəsilə Şimali Qafqaza gedir Cəbə və Subutay. Və burada 1223-cü ildə Kalka çayı sahilində Rus və Qıpçaqların birləşmiş qüvvələri ilə qarşı-qarşıya gəlirlər. Cəbə və Subutay burada Rus və Qıpçaqların birləşmiş qoşunlarını ağır məğlubiyyətə uğradırlar. Müharibədən qalibiyyətlə çıxan Cəbə və Subutay öz orduları ilə birlikdə yenidən Monqolistana Qaraqoruma qayıdırlar. Beləliklə Çingiz xanın hakimiyyətdə olduğu dövrdə böyük Monqol dövləti yaradıldı. Çingiz xanın qələbələr qazanmasının ən əsas amilləri birincisi Monqolların kəşfiyyat aparması idi. Monqollar ələ keçirəcəkləri dövlətlərin arasında ilk öncə ticarət karvanları vasitəsilə tacirlər yollayır. Əslində bu tacirlər özləri kəşfiyyatçıdırlar və onlar dövlətin, qalaların ən zəif nöqtələrini müəyyənləşdirirdilər. Çingiz xan hər zaman hücum eləməmişdən qabaq düşmənin zəif nöqtələrini kəşfiyyat xəbərləri vasitəsilə əldə edir və düşmənin üzərinə qəfildən hücuma keçirdi. Və həmçinin Çingiz xan tabe olunan əraziləri tabelikdə saxlamaqdan ötəri kütləvi qırğınlardan belə çəkinmirdi. Belə ki, Xarəzmşahların ərazisini Mərkəzi Asiyanı tutan zaman burada mənbələrdə verilən məlumata görə 11 milyona yaxın insanı qətlə yetirmişdi. Və bu qətlə yetirmənin də bir əsas səbəbi nə idi? Bu qətllərin əsas səbəbi Monqolların sayca azlığı idi. Çingiz xan Monqolların sayca az olduğunu görürdü və işğal elədiyi əraziləri hakimiyyət altında saxlamağın yeganə yolunu qorxu olduğuna qənaətinə gəlmiş və əhali qorxuda saxlamaqdan ötəri ələ keçirilən bütün ərazilərdə qətliam və qırğınlar törətmişdi. 1227-ci il Çingiz xan dünyasını dəyişir və dünyasını dəyişməmişdən qabaq vəsiyyətnaməsini yazır. Çingiz xanın vəsiyyətnaməsinə görə onun qəbri gizlədiləcək və heç kəs tapmamalı idi onun qəbrini. İkinci vəsiyyətinə görə deyilirdi ki, öz oğlanları arasında Böyük Monqol dövlətini 4 ulusa böləcək və üçüncü bənddə isə vurğulanırdı. Böyük xan həmişə qurultay vasitəsilə seçiləcəkdi. Qurultay Böyük xanı belə deyək, seçməli idi. Monqol dövlətində seçki yolu ilə hakimiyyətə gəlinməli idi. Davam elədik. Çingiz xanın ölümündən sonra hakimiyyətə Xubilay xan gəlir və Çingiz xanın burada bir şey barədə danışaq. İlk və ən böyük səhvi. O, dövləti oğlanlar arasında bölüşdürərək əslində gələcəkdə hakimiyyət uğrunda başlaya biləcək bir mübarizənin qarşısını almağa çalışırdı. Çingiz xan barəsində bir şey haqqında danışaq. O, vəsiyyəti ilə birlikdə öz oğulları arasında gələcəkdə yaşana biləcək bir müharibənin, hakimiyyət uğrunda mübarizənin qarşısını almağa çalışmış. Lakin bu onun ilk və tək səhvi olmuşdu. Çünki gələcəkdə onun ölkəni 4 ulusa bölməsi Monqol imperiyasının parçalanmasına səbəb olacaqdı. Çingiz xanın ölümündən sonra hakimiyyətə Xubilay xan gəlir. Xubilayın dövründə 1264-də Cənubi Çində tutularaq bütün Çinin işğalı Monqollar tərəfindən başa çatdırılır və Xubilay xan paytaxtı Qaraqorumdan Pekinə köçürür. 14-cü yüzilliyin əvvəllərində artıq paytaxtın Pekinə köçürülməsindən sonra Monqol uluslarının Böyük xan ilə əlaqələri zəifləyir və Böyük xan ilə əlaqələrin zəifləməsi nəticəsində digər Monqol uluslarında müstəqilliyə baş atılır, can atılmağa başlanılır və beləliklə Böyük Monqol dövləti parçalanır və yerində müstəqil Monqol dövlətləri yaranır. Davam elədik və beləliklə biz bugün sizinlə Böyük Monqol dövləti haqqında başdan sona qədər danışdıq. Ümid edirəm sizin üçün faydalı oldu. Gələn dərsimizdə inşallah yenə görüşərik. Sağ olun.